qarşılayaram, amma övladlarımın cənazəsini qarşılamayacam. Dedilər, xanım, niyə? İndi birdən mən çıxaram çölə, övladlarımın o yaralıb cisimlərini görərəm, cənazələrini görərəm, mən pis olaram, məndən ağlamaq gələr, göz yaşı gələr, ağlayaram, birdən ağlamağım İmam Hüseynə təsir qoyar və İmam Hüseyn əleyhissalam düşünər ki, mənə görə sənin övladların şəhid oldu. Mən İmam Hüseyni, qardaşım Hüseyni belə üzgün görmək istəmirəm ki, deməsin ki, məsələn, düşünməsin ki, hətta belə düşünməsin ki, bacı, bağışlayasan məni, sənin də övladların mənə görə şəhid oldu. Görün, xanım nə qədər qüdrət sahibidir ki, öz övladlarının qarşısına çıxmadı ki, İmam Hüseyn əleyhissalam birdən kədərli olar, gözünə onun göz yaşı sataşar. Bu səbəbdən xanım Zeynəb salamullahi aleyha çıxmadı. Amma digər şəhidlərini gəlirdi, burada qarşılayırdı Həzrəti xanım Zeynəb və buradan yola saldı.